Salam əziz tarix müəllimləri, hər birinizi xoş gördük. Bu videonu sosial şəbəkələrdə paylaşacağım, öz hesablarımda sınaq qrupları haqqında sizə məlumat vermək istəyirəm. Çünki yeni gələn müəllimlər hər dəfə soruşurlar ki, mahiyyəti necədir, formatı hansı şəkildə olur və s. Ona görə birbaşa elə bu videonun linkini onlara təqdim edəcəm ki, özləri izləsinlər və qruplar haqqında məlumatları olsun. Deməli, əvvəlcə onu deyim ki, tarixin sertifikasiya çərçivə sənədi elan olundu. Gözlənildiyi kimi MİQ-in çərçivə sənədi ilə də eyni idi. Azərbaycan tarixində demək olar ki, bütün mövzular düşür. Ümumi tarixdə istisnalar var, çıxarılan mövzular, düşməyən mövzular və mədəniyyət mövzularında xüsusən istisna vəziyyətlər var ki, hansı mədəniyyət mövzuları düşür, hansılar düşmür, yəni onlara fikir verilməlidir. Keçək bu sınaq qrupları haqqında məlumat verim sizə. Əvvəlcə videoda nələrdən danışacağıq, hansı qruplar var, onları deyəcəm sizə. Qrupların mahiyyətini izah eləyəcəm. Sonra onların içində olan o testlərin qrafiklərini, hansı formadadılar, sayları və s. Sonra isə yekun olaraq bu suallar sertifikasiya və MİQ-ə uyğundurmu, onu deyəcəyik sizə. Başlayaq. Dərs qrupları haqqında çox soruşurlar. Onu deyim ki, dərs qrupu mən açmayacağım. Çünki bu qədər çox qrupu idarə edib eyni zamanda dərs qrupu açmaq real deyil. Bizim sentyabrda başladığımız 2 dənə dərs qrupu var. Cüt günlərdə keçirik. Yəni yaxın vaxtda da proqramı bitirmək niyyətimiz var. Hal-hazırda 19-cu əsrdəyik həmin qruplarla, sentyabr dərs qrupu ilə. Fevralda niyyətimiz var ki, bitirək və qrupları da bir-birinə birləşdirib, sayını azaldıb təkrar qaytaracağam. O qruplara mən yeni müəllim götürmürəm, qəti şəkildə yeni dərs qrupu da açmayacağam. Yəni buna vaxt yoxdur. Dərs qrupu üçün yazan müəllimlər də etibar edib yazırlar. Elə demək olar ki, hər 2 gündən bir kimsə dərs üçün yazır, mən başqasına yönəldirəm, istəyən gedir, istəməyən də getmir.